Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 7-ci sinif mövzusu olan çökədilin toplanması və çıxılması mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda uşaqlar 7-ci sinifə aid həm qısa videolar, həm də mövzuların geniş şəkildə izahları paylaşılır uşaqlar. Əgər siz də mövzulardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçən uşaqlar mövzunun izahına. Uşaqlar, biz keçən dərsimizdə bu səhifə 92 və 93-cü suallara baxdıq uşaqlar. İndi biz bugün baxacağıq uşaqlar səhifə 94-cü suallarına. Uşaqlar, baxın burada biz nə demişdik? Qarşısında mənfi varsa, yəni mütərizənin qarşısında mənfi varsa işarələr əksinə dəyişməlidir. İndi gəlin misal nömrə 10-a baxaq. Burada görək baxaq bizə nə deyir uşaqlar. Uşaqlar, baxın burada belə misalda biraz diqqətli olmamız lazım ki, necə mən indi bu ekranı daha böyük elədim ki, buraya yerləşsin uşaqlar misallarımız. İndi baxın, bu müntəzəli problemi açacağım uşaqlar mən burada, vaxtımız çox getməsin deyə. 4A üstə gəlsin 5B çıxılsın 6C, üstə gəlsin 3A çıxılsın 7B. Yəni işarələr dəyişməyəcək uşaqlar müsbət olduğuna görə. Amma bu mənfiyə görə işarə dəyişəcək uşaqlar. 2A üstə gəlsin B çıxılsın 7C şəklində olacaq. İndi gəlin, eyni olunan altından xətt çəkək. Məsələn, bunlar eynidir uşaqlar? Bəli, eynidir. Sonra uşaqlar, məsələn, bunlar eynidirmi? Bunlar eynidir, bunların da altından. Məsələn, bunların da altından 3 xətt çəkəyin, fərqli rənglərdə etdim ki, daha rahat seçə bilək. İndi gəlin, burada uşaqlar, baxın, 4A'nın üstünə 3A gəldim. Neçə elədi? 7A. 7A'dan 2A'nı çıxdım, nə oldu uşaqlar? 5A. 5A oldu. Sonra 5B'dən 7B'ni çıxdım, nə oldu? Mənfi 2. Mənfi 2'nin üstünə 1 gəldim. Mənfi 1B oldu. Sonra mənfi 6'nın üstünə gəldim. 2, mənfi 4. Mənfi 4'dən də 7 çıxanda mənfi 11C şəklini alacaq uşaqlar. Yəni bu şəkildə olacaq. Keçək növbəti suala B variantına. B variantında da uşaqlar yenə də 3x'in kvadratı, 3x'in kubu, çıxılsın 7x üstə gəlinsin 21, çıxılsın 14. Baxın uşaqlar, buradakı 2 dənə mənfi müsbətə çevirəcək artıq. Üstə gəlinsin x'in kubu, üstə gəlinsin 2x'in kvadratı və üstə gəlinsin 3x. Üstə gəlinsin 4x'in kubu və çıxılsın 21 şəklində olacaq uşaqlar. Baxın, bura və bunlar eynidir uşaqlar. Bunlar bu, sonra bundan eynidir. Burada da bu ilə də bu eynidir. Baxın, 21 ilə mənfi 21 bir-birlərinin əksidir, islah oldu. 3x kubunun üstünə x kubu gəlsən 4x kubu, 4x kubunun üstünə 4x kubu gəlsəm 8x'in kubu olar. Sonra mənfi 7'nin üstünə gəldik. 3 elədi mənfi 4x olacaq. Başqa nəsə qaldı mı uşaqlar burada? Bir də üstə gəlsin 2x'in kvadratı burada. Bu təkdir uşaqlar. Yəni cavabımız oldu bu şəkildə. Sonra gəldik nəyə? Gəldik C variantına. C variantında uşaqlar 2 dənə mənfi işarəsi var mütərizənin xaricində. Yazacaq ki uşaqlar 9ax'in kvadrat kubu çıxılsın B ax'in kvadratı, üstə gəlinsin 6ax. Bu 2 dənə mənfi müsbət oldu. 3a'nın ax'in kubu, üstə gəlinsin 6ax kvadratı və üstə gəlinsin 7ax, çıxılsın 5ax'in kubu, çıxılsın ax şəklində olacaq. Eyni onların altından xətt çəkilən bunlar eynidir uşaqlar. Sonra bunlar da eynidir. Və burada bunlar da eyni var. 9'dan üstə 3 gəlsəm 12, 12'dən də 5 çıxsam 7ax'in kubu. Mənfi 5'in üstünə gəldim 6, 1 olacaq. Yəni 1ax. Sonra 6ax'in üstünə 7ax gəlsəm 13, 13'dən də bu 1 çıxsam 12. Burada ax kvadratı da bu 12'dir. Ax şəklində olacaq uşaqlar. Belə. Sonra gəldik D variantına. D variantında isə uşaqlar bizə nə deyir? Baxaq görək. Yenə də bax sadələşdirməliyik. A kubu çıxılsın 0,12B kubu. Üstə gəlinsin 0,39 A kubu. Çıxılsın B kubu. Çıxılsın 9. Üstə gəlinsin 0,1 A kubu. Çıxılsın 1,88 B kubu. Üstə gəlinsin 11. Bunlar ortaqdır. Bu və bu ortaqdır. Və bunlar da bir-birlərinin nə uşaqlar?
ortaqdır. İndi baxın uşaq, A kubunun üstünə 0,34 gəlsən 1,39. Bu 1,39 da 0,1 gəlsən 1,4 A kubu eləyəcək uşaqlar. Sonra mənfi 0,12-nin üstünə 1,88 gəlsə verəcək mənfi 3 B kubu uşaqlar. Baxın görüm düz dedimmi? Mənfi 3. Yox, əslində mənfi 2 eləyir uşaqlar burada. Bu mənfi 2, mənfi 2 üstədə bu 1-i gələndə, 1 çıxanda, bu deyildi mənfi 3. Mənfi 9 üstədə 2 gəlsən, müsbət 2 şəklində olacaq. Deməli, cavabımız oldu bu şəkildə. Keçdik 11-ci suala. Deyir ki, ifadəsi sıfıra bərabərdirmi deyir. Gəlin baxaq aşağılar. Bunları mütərizələri atmamız lazım 11-ci sualda. A çıx B, üstə gəlsin B çıx C və üstə gəlsin C, üstə gəlsin A olacaq. Məsələn, burada baxın aşağılar, bu B ilə bu B getdi, bu C ilə bu C getdi. Burada çıxma var uşaqlar, mən səhv yazdım. A'dan da çıxsam 0. Bəli, 0 oldu uşaqlar, isbatını elədi. Sonra deyir ki, 12-yə bərabər olduğunu tapın deyir. Gəlin baxaq aşağılar, mütərizələri açmamız lazım. X kvadratı çıxılsın 5xy, çıxılsın 12, üstə gəlinsin 3xy, üstə gəlinsin 2xy, və çıxılsın x-in kvadratı olacaq. Baxın, x kvadratı x kvadratı 1 mənfi 1 müsbətdir. Bununla bunu toplasam, cavab elədi 5xy. Bu da mənfi 5xy. Bunlar da getdi. Cavabımız elədi mənfi 12. Bizə nəyə bərabər deyil aşağı? 12-yə bərabər deyil. Amma biz mənfi 12-yə bərabər olduğunu tapdıq uşaqlar. Bu şəkildə baxmamız lazım. Sonra gəldik nəyə? 12-ci sual deyir ki, şagirdlərə x bərabər mənfi 0,25 olduqda aşağıdakı ifadənin qiymətini tapmaq təklif olundu. Aha, uşaqlar, biz birinci növbədə, bax, daha durub x-in yerinə bunları yazmırıq. Birinci sadələşdirməliyik uşaqlar. Gəlin birinci sadələşdirək. Necə sadələşdirməliyik? Bunları gəlin mütərizələr açan. 7x kubu çıxılsın 6x-in kvadratı y, üstə gəlinsin 5x, y-in kvadratı, üstə gəlinsin 5x-in kubu, üstə gəlinsin 7x kvadratı y, üstə gəlinsin 3x y-in kvadratı, mənfi olduğuna görə 10x-in kubu, çıxılsın x kvadratı y və bir də çıxılsın 8x y-in kvadratı. Ortaq olanlar, baxın, bu və bir də bunlar ortaqdır. Bu ikisi və bir də bunlar ortaqdır. Sonra baxın, bunlar və bunlar da ortaqdır. 7-nin üstünə 5 gəl 12, 12-dən də 10 çıxanda 2x-in kubu. Mənfi 6-nın üstünə gəldim 7, 1, 1-in üstünə də 1-dən də bu 1-i çıxsam aşağılar, baxın, bunlar getdi islaha. Bunlar getdi islah oldu, sıfıra çevrildi. Sonra baxın, 5x y-in kvadratı üstünə bunu gəldim aşağılar. Baxın, 5-dən 3 topan 8, 8-dən 8 çıxanda burada 0 oldu. Deməli, bunlar da getdi. Cavabımız 2x-in kubu alındı aşağılar. Baxın, yəni, mən burada bu x-in yerinə, bax, mənfi 0,25-dirsə, mən bunu mənfi %25 yazaram. Bunları da ixtisar eləsəm, 4/1 elədi. Deməli, x-in yerinə mən 4/1 yazmalıyam. 2 vurulsun mənfi 4/1-in nəyi? Kubu. 2 vurulsun, bu da eləyəcək uşaqlar. 4-ü 3 dəfə özdən vursam, mənfi 64/1 olacaq. Bununla da bunu ixtisar eləsəm, mənfi 32/1 şəklini alacaq uşaqlar. İndi gəlin baxaq, deyir ki, Gülay dedi ki, bu ifadənin qiymətini tapmaq üçün y-in də qiymətini bilməliyik. Sizcə Gülay haqlıdırmı? Təbii ki, deyil aşağılar. Burada heç y qalmadı, heç y. Baxın aşağılar, y olan ifadə heç qalmadı. Sonra çevirmə aparın, nəticə çıxarın yazıb. Biz də çevirmə apardıq, yəni y dəyişəni qalmadı uşaqlar. Cavabımız da belə bir natural ədəd alındı. Sonra nə deyir uşaqlar? Fiqurların sahəsinin və həcminin çox ədlərlə əlaqəsini araşdırın deyib. Şəkil adı olan fiqurun yaşıl hissə sahəsini tapın. Uşaqlar, baxın. Biz burada, uşaqlar, baxın. Biz birinci gəlin böyüyü tapaq. Böyüyün sahəsi nə olur aşağılar? 7A vurulsun 5A oldu, nə? 35A kvadratdır. Bəs bu kiçiyinin sahəsi nə olar bəs? 3A vurulsun, elədir 3A-nın kvadratı. Bu S1 olsun, bu S2. Mən uşaqlar, baxın, buranın sahəsini tapmaq istəyirəmsə, bu yaşılın sahəsini tapmaq istəyirəmsə, nə olacaq? S1-dən S2-ni çıxmalıyam. Yəni 35A kvadratından çıxmalıyam. 3A kvadratı nə olacaq uşaqlar? Bu da 32A kvadratı olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Sonra deyir ki, polipetin həcmini tapın. Uşaqlar, biz
Düz paralelepipedin həcmini necə tapırdıq? V bərabərdir n-in uzunluğunu hündürlüyünə vururduq. Yəni 3x vurulsun 5x vurulsun 2y. Bunları da vuranda 30. X-in kvadratı vurulsun y şəklində olacaq. Bu da belə. Sonra gəldik nəyə? Baxın bura. Deyir ki, 14-cü suala gəlin baxaq aşağılar. Deyir ki, 5x kvadrat üstə gəlsin 3y kvadrat çıxılsın 2x y üstəgə 6 çoxhədlisinin hansı çoxhədlini əlavə etmək və ya çıxmaq lazımdır ki, nəticədən alınan çoxhədli x dəyişəni iştirak etməsin. Şöyle baxın. Məsələn, 5x kvadrat üstə gəlsin 3y kvadratı çıxılsın. Çıxılsın nə yazıb? 2 xy üstə gəlsin 6. Uşaqlar, baxın, bunların yəni əks bir həddi yazmalıyım. Məsələn, mən çıxılsın 5x kvadratı üstə gəlinsin 2xy yazsam. Baxın, bu 5x-la bu getdi. Bununla bu getdi. Nə qaldı cavabımız? 3y kvadrat üstə gəlsin 6 oldu. Görürsünüz? X-dən asılı qalmadı uşaq. Yalnız y oldu. Məsələn, deyir ki, y dəyişəni iştirak etməsin. Y dəyişəni iştirak etməsin deyirsə 5x-in kvadrat üstə gəlsin 3y kvadratı çıxılsın 2xy üstə gəl 6-da nə çıxılsın 3y kvadratı yazaram və bir də üstə gəlsin 2xy yazaram. Bundan bu gedər, bundan da bu gedər. Nə qaldı? 5x kvadrat üstə gəlsin 6. Görürsünüz, y qalmadı uşağı. Yəni, əks bir həddi topladığımız zaman uşaqlar, yəni əksini, məsələn, müsbət, deyək ki, müsbət 2y-sə, sən mənfi 2y yazsan, bunlar nə olacaq? İslah olub, cavab sıfıra çevriləcək uşaqlar. Uşaqlar, belə. Sonra nə gəlir? 15-ci sualda nə deyir? Deyir ki, təyyarənin maksimum tutumu T ümumi kütləsi olan çoxhədli ilə hesablanır. Burada T, S boş təyyarənin kütləsi, T-M mühərrikin kütləsi, T yanacağın kütləsi və sərnişin və yükün kütləsi olacaqdır. Bu məlumatları istifadə etməklə aşağıdakı suallara cavab verir. Mühərrikin və özünün kütləsi məlum olan hər hansı təyyarə üçün verilmiş çoxhədlinin hədlərindən hansılar sabit həddir uşaqlar. Baxın, mühərrikin və özünün kütləsi. Təbii ki, mühərrik və mühərriklə özünün kütləsi verilibdir. Bir dənə onlar olacaqdır, sabit hədlər uşaqlar. Digərləri isə biz bilmədiyimizə görə dəyişə bilər. Tutaq ki, təyyarənin ümumi kütləsi maksimum həddən və yanacaq miqdarı təyyarənin qət etdiyi məsafəyə çatacaq qədərdir. Yanacağın kütləsinin artırılması digər dəyişənlərin miqdarına necə təsir edir uşaqlar? Deməli, mən onda yanacağın kütləsini artırıramsa, digərlərini azaltmalıyam da uşaqlar. Bu ümumi balans pozulmamalıdır uşaqlar. Oldu? Yəni, bu şəkildə baxmamız lazım. Sonra gəldi 16-cı sual. Deyir ki, aşağıdakı ifadənin qiymətinin x dəyişənindən asılı olmadığını göstərin. Necə göstərə bilərəm uşaqlar? Təbii ki, mütərizəni açarıq 16-cı sualda və bu şəkildə həll etməyə çalışarıq uşaqlar. Belə, gəlin mütərizəni açağın. 4-də 3 x-in kvadratı çıxılsın 0,4 xy çıxılsın 1,2 y üstə gəlsin 1 çıxılsın y-in kvadratı üstə gəlsin 5-də 2 xy və çıxılsın 0,6 x-in kvadratı. Uşaqlar, baxın, ortaqlarına baxıram. Uşaqlar, baxın, bu 4-də 3 0,75 deməkdir. Bununla bu ortaqdır. Əla. Sonra buralar da ortaqdır aşağılar. Baxın, bu 0,2, 5-də 2 də 0,4 deməkdir. Bax, uşaqlar, deməli, bununla bu getdi islaha. Əla, bunlar getdi. Uşaqlar, baxın, bunu 0,75. 0,75-dən 0,6-nı çıxsan, qalır bura 0,15 x-in nəyə qaldı? Kvadratı. Sonra nə oldu aşağılar? Buradan çıxılsın oldu. Baxın, mən nəyi səhv eləməmişəm ki. Belə. Sonra uşaqlar, baxın, buradan bu qaldı. Bir tane bunu yazdım belə. Bundan bunu çıxdıqda uşaqlar, bundan bunu çıxdığımız zaman eləyəcək 0,15 x-in kvadratı olacaq. X-in kvadratı çıxılsın 1,5 y üstə gəlsin 1 çıxılsın y kvadratı. Uşaqlar, baxın, olmadığını göstərin deyə. Amma biz x-dən asılı deyil deyə bilmərik də. Amma asılıymış da x-dən. Baxın, aşağı x dəyişəndən asılı oldu. Burada bu, əslində x dəyişəndən asılı olmadı da x kvadratından asılı oldu. Bu x-ları yox elədi uşaqlar. X qalmadı, təkcə x qalmadı. Yəni, bu şəkildə oldu uşaqlar. Uşaqlar, mən bugünlük bu səhifəni izah edəcəm sizə. Növbəti səhifəni inşallah növbəti dərsdə izah edəcəm. Çox da belə geniş danışmaq istəmirəm, sizi də yormaq istəmirəm uşaqlar.
İndi bunları az öyrənməyimiz məncə daha yaxşı olar. İnşallah növbəti dəstə də səhifə 95-i izah edəcəm. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.